Salam gənclər, xanımlar, cənablar, qohumlar və nəhayət qonşular. Qonşuları xüsusilə vurğuladım, çünki bugün sizdən danışırıq. Bəli, bugün qonşuluq ənənələrindən danışırıq. Bugün qonşular çox vaxt bir-birlərinə yalnız salam verib keçirlər. Halbuki əvvəlki dövrlərdə qonşular yemək paylaşır, problemləri birgə həll edir, sevinci və kədəri bölüşürdülər. Əvvəlki qonşuluq münasibətlərini canlandırmaq hələ də mümkündür. Amma qonşuluq münasibətləri cəmiyyətin əsas sosial əlaqələrindən biridir. Əsrlərdir insanlar qonşularını yalnız yaxın məsafədə yaşayan şəxslər kimi deyil, çətin anlarında dayaq olan dostlar kimi görürdülər. Lakin zaman keçdikcə texnologiyanın inkişafı və həyatın fərdiləşməsi insanları bir-birindən uzaqlaşdırıb qonşuluq münasibətlərini zəiflətmişdir. Qonşularınızla aranız necədir? Çox yaxşı, çox əla. Bütün qonşularımın hamısını sevirəm. Gediş-gəlişimiz də var, bayramları bir yerdə qeyd edirik, məhəllə olaraq. Əslində qonşular aramız yaxşıdır, heç bir problemimiz yoxdur. Amma arada bir olur ki, anlaşmamazlıq yaşayırıq. Onlar bizləri səhv başa düşürlər. Yay fəslində ən çox hamı çöldə olur, pəncərəsi açıq olur. Bizim də evimiz, pəncərəmiz qonşumuzun həyətinə baxır. Arada bir səs-küy olur. Onun üstündə biraz narazılıq yaranıb. Belə amma yaxşıdır. Aramız yoxdur. Heç söhbət eləmirik. Gözəldir. Qonşularımız çox sədaqətli, bizə hər dərdimizdə şərik olan, hər dərdimizdə yanımızda olan ailəvi dostlarımız da var belə. Normaldır. Bəziləri ilə normal, bəziləri ilə elə çox münasibət yoxdur. Belə də baxır adama. Kömək eləyirik bir-birimizə. Arada dostlarım da var. Futbol oynayırıq, velosiped çıxırıq. Yəni elə də olur, arada piknikə də çıxırıq. İdealdır. Qonşularımla aram çox əladır. Doğulduğum yerdən, necə deyim, balacalıqdan onlardan tanıyıram və həqiqətən bir ailə kimi. Əsasda qapı qonşumdan, yəni hər bir dərdim olan kimi onlara yaxınlaşıram. Və yaxud da onun bir dərdi olan kimi gəlir məndən dərd ortağım kimi bir şey. Çox yaxşıdır. Məsələn, Novruz bayramında bütün yığışırıq, oynayırıq, tonqal falan qalayırıq. Eyni zamanda qonşularımızın, yəni uşaqları ilə də uşaqlıq dostuyuq. Hər dəfə məhəllələrə çıxıb oyunlar oynayırıq. Bəzən onlar bizə gəlir, biz onlara gedirik. Ya da evdə tək falan qalanda küçədə çıxıb oynayırıq. Yəni çox yaxşıdır, mehribanıq. Çox yaxşıdır, çox gözəldir. Hətta belə bir deyim var ki, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Bizim qonşularımız belədir ki, nəsə bir problemimiz olar, sıxıntımız olar, görərlər qapıda. Yəni anındaca gəlirlər, sağ olsunlar, yardım edirlər, kömək əlini uzadırlar. Hətta bir neçəsinə adını çəkmək istəyərdim, amma çəkmirəm də çoxdur ona görə. Hamısını sevirəm cari könüldən, hamısına buradan salamlarımı çatdırıram. İnsanları birləşdirən dəyərlər hələ də mövcuddur. Yalnız onlara diqqət göstərmək lazımdır. Qonşuluq münasibətləri təkcə adət-ənənə deyil, həm də empatiya, dəstək və birlik yaratma dəyəridir. Əvvəllər qonşular maraqlı insanlar idi. Bugün isə sadəcə Wi-Fi-ın parolunu paylaşmayanlara çevriliblər. Bəzən texnologiyaya çox bağlanırıq, amma əlaqələrimizi qorumaq vacibdir. Gəlin qonşuluq əlaqələrimizi qoruyaq və paylaşmağı unutmayaq. Dostlar, Respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram Teatrı və Kino Aktyoru kafedrasının müdiri professor Gülşad xanım Baxşıyeva qonağımızdır. Gülşad xanım, xoş gəlmisiniz. Çox sağ olun, Allah razı olsun. Necəsiz? Yaxşı. Gülşad xanım, biz bugün qonşuluq ənənələrindən danışırıq. Gəlin biraz əvvələ gedək. Keçmişdə qonşuluq münasibətləri necə idi? Məsələn, Azərbaycanın ənənəvi qonşuluq mədəniyyətində hansı adət-ənənələr xüsusi rol oynayırdı və bugünkü gün biz o adət-ənənələrdən hansıları qoruyub saxlaya bilmişik? Ümumiyyətlə, mədəniyyət sözü var ki, siz istifadə elədiniz. Əvvəllər ola bilsin ki, insanlar o qədər də ali təhsil almırdılar. Amma həddindən artıq böyük mədəniyyət sahibi olurdular. Mən çox mərkəz deyilən bir yerdə, Basin 78-də, hal-hazırda Heydər Əliyev Sarayının arxasında, belə deyək ki, orada evimiz var idi və belə keçmiş hərflərlə deyirəm, P hərfinə oxşayan belə bir həyətdə yaşayırdıq. Orada gürcülər də var idi, Yahudi də var idi, bir Urus var idi, bir də Azərbaycanlılar. Hamı öz qazının qabağında dayanırdı, plitanın xörəyini bişirirdi, uşaqları bayıra atırdı
uşaqlar orada elə bir bağça formasında böyüyürdülər. Kimsə kiminsə uşağını döyə bilirdi, nəsə eləyə bilirdi. Onlar da dava eləyirdilər. Amma elə bir ki, bir hədd qoyurdular, sərhəd qoyurdular. Qonşu bilirdi ki, qonşudur. Məsələn, hətta bir qonşu gələcəkdə elə bir ki, ömrü boyu, məsələn, mənim xalamla dava eləyirdi. Ömrü boyu dava eləyirdi. Onun qapısı orada idi, mənim xalamın qapısı burada idi. O gürcü idi. Günlərin bir günü məsələ belə qoyuldu ki, o məcbur oldu evini satmağa və getməyə. Daha doğrusu belə deyək də, satdırmağa. İndi övladlarında problem var idi. O belə bir söz dedi. Dedi ki, mən ondan danışmasam da, ondan dava eləsəm də, mənim ona ehtiyacım var. Mən onu orada görməliyəm. Baxın, yaxından indi Novruz bayramı gəlir, elə deyilmi? O qonşu ilə danışırsan, danışmırsan, xoşun gəlir, gəlmir. 1, 2, 3, 4. 4 Azərbaycanlı ailəsindən, hər birindən, bax o qonşulara. Elə fikirləşin ki, bizim ailədən 1, 2, 3, 4. 4 gürcü, bir yahudi, yəni Quba cuhudları idi. Onların evinə bizdən 5 qab belə, qab deyəndə ki, bulud, aş qarası ilə gedirdi, şirniyyat gedirdi, paxlava gedirdi, nə gedirdi. Danışsalar da, danışmasalar da, dava eləsələr də, eləməsələr də yollayırdılar ora. İndiki qonşular o vaxtın qonşularından yer-göy qədər fərqlənirlər. Məsələn, bir də görürsən ki, bir blokdasan, o qonşu düşür, tanıyır, sən burada yaşayırsan, ömründə salam vermir, keçir, gedir. Və yaxud da ki, kiminsə bir xeyir işi olur, belə pəncərədən belə gizlin-gizlin pusaraqdan baxır. Onda elə deyildi. Onda tutaq bizim yan tərəfdə qonşularımız, məsələn, orada daha çox yəhudilər yaşayırdı, toy olurdu. İnanın ki, bizim həyətin bütün arvadları hamısı orada idi, gəlini yola salırdılar. İndi ancaq hamı balkondan baxır, özü gizlində baxır ki, məni görən olmasın ki, mən bunun arxasıca baxdım. Bu fərqi nə ilə əlaqələndirirsiniz? Yəni səbəb kimi nəyi görürsünüz? Məsələn, zəmanənin dəyişməsi. Yox, nə zamanə ay qızım, yox. Zamanəni lazım deyil. Həmişə kimsə deyir zamanə, nə zamanə? Hər zamanənin özünün belə deyək də qanunları var idi, nə bilim prioritetləri deyirlər, o var idi. Amma başqa bir şey var. Mənəviyyat, əsas mənəviyyatdan gəlir. İnsan mənən zəngin olanda o xırda-xırda maddiyyat, belə cılız şeylərə məsələn önəm vermir. Kökü mənəviyyatdır. Mənən insan zəngin olmalıdır. Mənən insan Allaha bağlı olmalıdır. Bugünkü gün 21-ci əsrin 25-ci ilində qonşuluq ənənələrini, o siz dediyiniz həmin dövrü bərpa eləmək, yaşatmaq nə dərəcə əhəmiyyətlidir sizcə? Əhəmiyyətlidir yox, biz onu eləyə biləcəyik yoxsa yox. Amma Çox şeylər itib qızım. O boşluğu doldurmaq lazımdır. Ona da bəlkə də belə deyim 50 il, 100 il lazımdır. Necə itirmişik bu neçə illərdə, onu doldurmaqdan ötürü o qədər vaxt lazımdır. Olmayacaq. Çünki getdikcə bir soyuqluq, Vaqif Səmədoğlu'nun bir əsəri var idi. Yayda qartopu oyunu. Orada həmən o kör bir oğlan var idi, ziyalı bir ailənin oğludur. Onu da mənim çox hörmət elədiyim, belə həqiqətən o insanı mən bir insan kimi, şəxsiyyət kimi sevirəm. Füzuli Hüseynov. Onu da o oynayırdı. Belə bir yeri var idi, mizanı var idi. Əlində çəlik gəlirdi, yəni gözü görmürdü. Dayanırdı, birdən belə elirdi. Hardansa soyuq gəlir. Axı Vaqif Səmədoğlu özü filosof şairi idi də. Hardansa soyuq gəlir. Bax o soyuğu necəsə dedi, qapıdan soyuq gəlmir, bayırdan gəlmir. O həmən bax o soyuqdur. O şleyfdir, gəldi bizim cəmiyyətə doldu. Halbuki biz nümunə idik də, belə deyək də. Həqiqətən bizim Azərbaycanlı deyilən bir millətimizdə çox gözəl keyfiyyətlər var. Başqa diyarlarda yoxdur. Qəribədir ki, xaricdən gələnlər hələ də görürlər bu şeyləri bəzilər. O qədər deyirlər ki, siz fundamental bir millətsiz. Fərqli bir millətdir. Deyir ki, mən neçə uzun illər burada işləyirəm və buranın vətəndaşlığını götürmüşəm.
Amerikanlar deyir, fundament yoxdur onlarda. Deyir, mən də deyirəm ki, hardan olacaq? Onlar hamısı oradan buradan qaçıb gələnlərdir də. Yerli milləti, köklü milləti onlar hamısını belə qırdılar. İspaniyadan gələnlər, oradan qitənin hər yerindən gələnlər gəlib tökülüşdülər ora. Onlarda kök fundament yoxdur. Bizdə kök var. O kökü qorumalıyıq, saxlamalıyıq. Bu çox çətin məsələdir. Elə bundan söz açmaq istirdim. Siz bu gün o ənənələri saxlayırsınız. Məsələn, Mən saxlayıram. siz necə qonşusunuz? Mən çox yaxşı qonşuyam. Çox yaxşı qonşuyam. Mən qonşunun xeyrində də, şərrində də çox aktiv iştirak edirəm. Gülşad xanım, bilirik əslində bunları. Sözünüzü təsdiqləyəcək bir süjetimiz var. Amma əvvəlcə sizə bir sualım olacaq. Buyurun. Sizcə qonşularınızdan soruşsaydıq ki, Gülşad xanım necə qonşudur, nə deyərdilər? Qızım, ola bilsin ki, bir 20-30 il bundan əvvəl məni bu şey belə türklər bu konu maraqlandırardı. Məni indi maraqlandırmır. Yaxşı. Çünki mən artıq sözümü demiş adamam. Mən durub indi deyəcəm ki, ay qonşu, sabah intervyu gəlib səndən alacaqlar. Xahiş edirəm, mənim haqqımda yaxşı sözdür. Yəni, mən o tipdə insan deyiləm. Süjetimizi izləyək. Dostlar, hazırda Gülşad xanımın yaşadığı binada onun qapı bir qonşuları Ramazan müəllim və Nəcabət müəllimənin evində qonağıq. Gəlin bir də onlardan soruşaq. Ramazan müəllim, Gülşad xanım necə qonşudur? Gülşad xanım 1988-ci ildən biz bu binada yaşayırıq. Biz bir qapı qonşu yox, bir ailə kimi burada oluruq. Gülşad xanıma bizim böyük hörmətimiz var. Çünki həm yaxşı qonşu kimi, həm gözəl ailə başçısı kimi, həm də gözəl sənətkar kimi onu biz həmişə qiymətləndiririk. Nəcabət müəllimə, bir də sizə eşidək. Gülşad xanım necə qonşudur? Və siz mən bildiyim qədərilə, yəni başa düşdüyüm qədərilə onunla həm də rəfiqə kimisiniz. Bəli, mən Gülşadla yaşıdım. Biz bura təzə köçəndə, biz Gülşad xanımgildən tez köçmüşük bura. Bir gün burada oturmuşuq, bacım gəldi yanıma, deyir, Nəcabət, qonşumuza elə gözəl para gəlib. İlk gündən bizim o müsbət enerjimiz bir-birimizə ötürüldü. Həqiqətən də, bax, o 40 ildən yuxarı burada yaşayırıq biz. Hələ bizim bir dənə bir sözümüz çəp gələn olsun. Uşaqları bir yerdə böyütmüşük. Onun uşaqları ilə mənim oğlanlarım, 2 oğlan orada böyüyüb, 2 oğlan burada böyüyüb, yaşı dolub. Bunların bir dənə söz-söhbətimiz olmayıb. O yaxşı xörək bişirəndə mənə pay ötürüb, mən bişirəndə ona ötürmüşük. Bax, beləcə illərimizi keçirmişik. Onun hər sevincinə sevinmişik, kədərinə kədərlənmişik. Xəstə olanda yanında olmuşuq, yaxşı günündə də, pis günündə həmişə bir yerdə olmuşuq. O yayda Zaqatalaya gəlir, bir yerdə oluruq, gəzməyə gedirik, nəvələrlə bir yerdə. Gələn kimi uşaqlar, nəvələrim də çox sevinir ki, Gülşad xanım bizim üçün qoğalı bişirəcək gözəl, sonra dolma bişirəcək. Onun bişirdikləri hər bir yeməyi mənim nəvələrim çox sevir, oğlanlarım da çox sevir. Gülşad xanım Zaqataladadır, gedirik məsələn Balakana qonaq gedirik. Gedib otururuq, başlayırıq. İndi nə cür təqdim eləyəsən? Təqdim eləyəndə başlayıram, bunlar qoy tanısınlar deyə, bəlkə bir sifətdən tanıyırlar, amma bilmirlər kimdir. Birinci qonşu kimi təqdim eləyirəm. Sonra da deyirəm, bilirsiniz də, bu Gülşad xanımdır, o Gülşad xanım da bəxt yüzünü itirmişdi. İndi gəlib deyirəm Zaqatalaya, Balakana, burada bəxt yüzünü axtarır. Nə üçün? Mən nə bilim deyəcəm. Hazır yuyanda barmağımdan çıxarıb daşın qırağına qoydum. Sonra birdən yadıma düşdü. Gəlib görürəm yoxdur. Sen, bəlkə qonşulardan görən olur. Soruşum. Ağa, sənin üzün kimin neyinə lazımdır? Yaxşı atar. Mən demirəm ki, oğurlayıblar. Bəlkə qonşular ola bilər. Ağız gicdəm ağız. Bir ton çörək yemişik, qonşulardan ayıbdır. Vidadi müəllim, bəxt üzündəki Sara, Gülşad xanım Baxşıyeva, bilirsiniz ki, o da sizin qonşunuzdur. Qonşu kimi ona yaxınlığım olmuyor. Ama bir aktrisa kimi beğendiğim aktrisaydı. Baktisi de Vakıf Samədoğlu tamaşasıydı. Piyasanın şeydi. Ben hoşuma gelen tamaşaydı. O hanım orada çok yaxşı oynayırdı. Ben hoşuma. Ama bir koşu kimi yakınlığım oluyor. Aradan bir aktrisa kimi beğenmişim. Hoşum gelip.
Gülşad xanım, qonşularınızdan müsahibələrimiz bununla məhdudlaşmır. Sizin binanızda həm də heykəltaraş Azad Əliyev yaşayır. Düzdür, o çəkiliş prosesində iştirak edə bilməsə də sizin haqqınızda bir mesaj göndərdi bizə. İndi bu binada təəssüf ki, Gülşad xanım, Vidadi müəllim və məndən başqa incəsənət xadimləri qalmayıb. Şəhər ətrafı, eləcə də şəhər mərkəzində mənzillərimiz olsa da bu binanı və bu əziz qonşularla yaşamağı daha üstün tuturuq. Arzum odur ki, son mənzilimə də buradan yollanım. Gülşad xanım Baxşıyeva və həyat yoldaşı Hüseyn ağa müəllim ilə çox yaxşı qonşuluq münasibətlərimiz olub. Azad Əliyev. Çox sağ olsunlar. Açığı özünüz də gördünüz, bilmirəm indi çəkirdilər, çəkmirdilər. Şoka düşdüm. Yəni siz haçan gəlmisiniz. Onlar da mənə heç nə deməyiblər. Ümumiyyətlə Ramazan müəllim, Nicabət müəllimə belə deyək də 88-ci ildən biz qonşuyuq. Artıq biz qonşu deyilik. Mən məsələn qonşulardan danışdım, amma bu qonşuya aid deyil mənim dediklərim. Niyə? Çünki onu mən qonşu saymıram. Mənə bir xəstələnsəm, birinci növbədə Nicabət müəllimə qapını açacaq ki, ay qız, sən niyə xəstəsən? Əlində də podnuz, cürbəcür yeməklər deyirəm, yeyə bilmirəm. Yox, onu yeyəcəksən, bunu yeyəcəksən. Mən elə bir xəstə olmuşam, tutaq ki, məsələn, qapımı həmişə açıq saxlayırdım. Bizdə 2 qapı vardı. Öz qapımı açıq saxlayırdım ki, o gecə gəlirdi, baxırdı mənə, gedirdi, gəlirdi, baxırdı, yatmışsan, deyirəm ki, hə, yatmışam. Ya yox, yaxşıyam, ya pisəm. Yəni, başa fikrimi bilmirəm, izah eləyə bilirəm, yoxsa yox. O mənə qonşu deyil. O mənim evimin içidir, mənim ailəmdir. Eləcə də mən onun balalarını dünyalar qədər istəyirəm. Onun nəvələrini çox istəyirəm. Çox, elə bil ki, özümünküdür, həqiqətən. Yəni, mən yenə də təkrarlayıram, mən onlara qonşu gözü ilə baxmıram. Çox sağ olsunlar dəyərli sözlər üçün. Həqiqətən də belə deyim də, yəni belə pis gün olmasın, yəni olur da. Mən bilirəm ki, qapını belə döyəcəyəm, çağıracam, orada mənim övladlarımdan tez onlar gələcəklər. Onlar belə də sözün əsl mənası, belə deyək də, o vaxtın qonşuları var idi. Yəni sənin arxan, dayağın, evin içini bilən, sözünü bilən, yəni çətinlikdə də, yaxşılıqda da həmişə sənin yanında olan bir qonşularımdır Nicabət müəllimə ilə Ramazan müəllim. Onlarla belə də deyək, onlar çox üzü yola adamdılar, uzağı dava salanda mən salıram, mən tərəfimdən olur bu. Dava deyəndə yox, hər hansı bir narazılıq da məsəl üçün, o qədər olur ki, məsələn, qapı açıq qaldı, ya bu şkaf niyə açıq qaldı, ya oradan nə bilim tüstü çıxdı, belə bir şeylər. Amma yenə də deyirəm, mənim bəxtim gətirib. O barədə mənim bəxtim gətirib ki, mənim Ramazan müəllim və Nicabət xanım kimi qonşum var. Digər müsahibələrimiz haqqında da istəyirik fikir bildirəsiniz. Belə Vidadi babanına təbii Allah şəfa versin. Biz belə çox nadir hallarda, yəni onlar başqa blokda olurlar. Elə Azad müəllim də başqa blokda olur. Bizim blokda 54, səhv eləmirəmsə, ya 56 qonşu var. Bizim blokda belə bir keyfiyyət var da. Blokun sakinlərində həmişə bir tədbir olanda, məsəl üçün, hər hansı bir bayramdır, bir yığıncaqdır, adətən isti havalarda. Yığışırlar, bir samavar salırlar, kimisi halva pişirir, gətirirlər, kimisi bir piroq pişirir, gətirir, otururuq. Yəni, bu baxımdan bizim qonşular biraz fərqlidir o biri qonşulardan. Çünki onlarda o yığıncaq məsələləri yoxdur. Bizdə var, yaxşı ki, itirməyiblər. Arzu eləyərdim ki, bu davamlı olsun. Çünki insan ünsiyyətlə özünü qoruyur. Ünsiyyət. Ünsiyyət olmasa bu Covid dövründə bizi qıfılladılar. 5 ay qaldıq biz evin içində. Ünsiyyət yox idi. Televizor ünsiyyət ola bilməz. Canlı ünsiyyət olmalıdır, insan danışmalıdır, fikrini deməlidir, o sənə nəsə bir söz deməlidir. Bu ünsiyyət olmayanda insan, belə deyim, dəlilik dərəcəsinə gəlib çata bilər. Gülşad xanım, deyirlər ki, çox mərtəbəli binalarda və böyük şəhərlərdə qonşuluq münasibətləri zəif olur. Sıfır səviyyəsindədir. Sıfır səviyyəsində. Bu, belə çıxır ki, onda əvvəlki yaxşı qonşu münasibətləri zərurətdən yaranıb? Yəni, bir-birlərini tez görürdülər deyə başqa çarələri... Yox. Ünsiyyət bilirsiniz, bu təzə nəsil gəlib, bizdən sonrakılar. Bizdən sonrakılar da yox, onlardan sonrakılar. Onlar ev alır, qapını bağlayır, çıxır, qonşu da qapıdan çıxır. Salamsız, kəlamsız çıxır, gedir.
Və ünsiyyət nə ilə yaranır qızım? İnsan gələ bir-birini görəndə bir salam versin də. Və alsa da, almasa da verməlidir. İndi belədir. Bir dəfə salam verir, 2 dəfə görür. Salam almır da salam verir. O ünsiyyət ümumiyyətlə qırılır. Ümumiyyətlə qırılır. Yox, binadan asılı deyil. Bir də çox vaxt bugünkü qonşuluq münasibətlərindən söhbət açılanda kənd əhalisi ilə şəhər əhalisini həmişə müqayisə edirlər və deyirlər ki, kənddə o əhali daha sadiqdir bu ənənələrə və xüsusilə də yaş dövrünü həmişə vurğulayırlar ki, yaşlı nəslin nümayəndələri. Bəli. Rayonlarda mən hər yay, məsəl üçün, tutaq Şəkiyə mütləq gedirəm. Mənim üçün ora həmişə əzizdir də sözünü demək istəmirəm, əzizdir. Elə deyil, ora elə bilir mənimdir. Mənim içimdir, mənim həyatımdır. Bax, orada ünsiyyət, çox gözəl ünsiyyət var. Onlar da hamısının həyəti var, evi var, orada da mərtəbəli evlər var. O heç. Orada da ünsiyyət var. Mərtəbəli binalar, insanlarında da ünsiyyət var. Bir-birinə gedərlər, gələrlər, hallaşarlar. Amma şəxsi həyəti olanlar, bir də görürsən, qapını açdı, çıxdı yola, dayandı. Filənkəsi gördü. Ay filənkəsi, o bir 3 ev o yanadır. Oradan onu haylayacaq, çağıracaq, salamlaşacaq. Necəsən? Məndə bir video var. Bizim teatrda İmaş adında bir aktyor işləyirdi. O vaxt bizlə. Sonra işləmədi. İndi təsadüf də elə gətirdi ki, mənim qonaq qaldığım evə yaxındır o. Özdə ora yuxarı başlayırlar. O videonu göndərib mənə, orada qar yağır. Bu da qarı çəkir. Bir də göstər, birdən belə telefonu çörü görür. Aşağı başdan bir kişi gəlir. Buradan ora gəlib sənin yanından keçəcək də. Yox, onu gördü, görən kimi. Ay Yaşar, qışqırır, ay Yaşar, salam, nətərsən? O da deyir, sağ ol. Sonra gəlir, keçir. Mən mesaj yazıram ki, sən niyə onu oradan çağırırsan? Qoy yaxınlaşsın sənə. Sən də salamlaş da. Bax, orada ünsiyyət tamam fərqlidir. Gülşad xanım, gənc nəsil arasında qonşuluq münasibətlərini necə gücləndirə bilərik? Siz həm də gənclərlə işləyirsiniz, bəlkə onların psixologiyasını bilirsiniz. Nə yaxşı bu mövzunu çıxartdınız ortalığa. Yəni, baxın, burada hər barədə söhbət getdi, mənəviyyatdan söhbət getdi, sadiqlikdən söhbət getdi, bugündən, dünəndən söhbət getdi, niyəsini bir balaca güya ki, axtardıq, güya ki, tapdıq, neynədik. Təbliğat olmalıdır, qızım. Öyrətməklə bilmir. Ola bilsin, o uşaq bilmir. Evdə pişməyib, qonşudan gəlməyib. Ona Gülşad Baxşıyev öyrətməlidir. Təşəkkür edirik Gülşad xanım. Çox sağ olun vaxtınızı ayırıb gəldiyiniz üçün. Söhbətinizə də doymaq olmur. Təəssüf ki, vaxtımız bitir. İndi isə maraqlı faktların vaxtıdır. Qonşu köməyi qanunda var. Almaniyada bəzi qanunlara görə əgər qonşunuz sizdən yardım istəsə və siz ona kömək etməsəz, bu qanun pozuntusu hesab oluna bilər. Hindistanda açıq qapı mədəniyyəti. Belə ki, Hindistanın kiçik kəndlərində insanlar bir-birlərinin evlərinə xəbər vermədən və qapını döymədən daxil ola bilərlər. Onların qapılarının açıq qalması mehribanlıq rəmzi kimi görülür. Yaponiyada qonşunu tanı mədəniyyəti. Belə ki, Yaponiyada əgər yeni bir məhəlləyə köçürsünüzsə, mütləq yeni qonşularınıza kiçik hədiyyələr verməlisiniz. Bu, isti münasibətlər qurmaq üçün vacib hesab olunur. Müasir dövrün məşhurlarından Adele və Katy Perry, Beyoncé ilə Taylor Swift, Ariana Grande ilə Miley Cyrus qonşudular. Belə dostlar, burada bizə ayrılan vaxtın sonuna çatırıq. Qapılarımız açıq, ürəklərimiz bir olsun. Siz isə bizə rəy və təkliflərinizi sosial şəbəkələrimiz vasitəsilə yazmağı unutmayın. Görüşənədək.